Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən makarondan hazırlayacağım yemək reseptini sizinlə paylaşacağam. Bunun üçün lazım olan ərzaqlar: 200 qram toyuq filesi, 2 stəkan makaron, 1 baş soğan, 3 diş sarımsaq, 1 ədəd yaşıl bibər və soyulmuş pomidor. Doğradığım toyuq filesini qaynadıb ilk, yəni kəfli suyunu tökürəm. Daha sonra yenidən üzərinə su əlavə edib 10-15 dəqiqə qaynadıram. Qazana 70 ml qarğıdalı yağı və doğranmış soğanı töküb biraz qovururam. Ardınca sarımsağı, yaşıl bibəri, qaynadılmış toyuq filesini əlavə edirəm. Soyulmuş pomidor da əlavə edib birlikdə qovururam. Makaronu töküb su üzərinə çıxana qədər əlavə edirəm. Orta xodda qapağı aralı şəkildə bişirirəm. Suyu çəkildikdən sonra 1 yemək qaşığı duz və doğranmış şüyüdü əlavə edib qarışdırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə like atıb kanala abunə olmağı unutmayın.